Millət olaraq bilmirəm sözünü deyə bilmirik. Və bunu yenə digər insanlarda başa düşmək olar, amma müəllim də bu çətinliyə düçar olanda bu artıq yəni minlərcə uşağa ziyan vurur. Nəticə necə olur? Uşaq bir sual verir, müəllim o sualın cavabını ya bilmir, müəllim də insandır, yəni bilməyə bilər, bu təbii haldır. Ya bilmir, ya biraz zəif bilir. Nəticədə ya belə deyək də, qırağı ilə gedir, amma sualı tam əhatə eləyən bir cavab vermir, yaxud da deyir ki, vaxtımız yetməsin, bunu mən sonra izah eləyərəm, o sonra da heç vaxt gəlmir və nəticədə uşaq öz sualına cavab tapmaq üçün məcburdur pul versin, getsin hansısa bir müəllimin yanına, ondan təhbiətək oturanda və yaxud da ki, 3-4 nəfərin arasında oturanda o sualının cavabını müəllimdən alsın. Bir də çox maraqlı bir nüans var uşaqların psixologiyasında. Baxın, uşaqlar ilk dəfə məktəbə gedəndə 1-ci sinif, 2-ci sinifdə onlar hər şeyi sorğulayan olurlar, hər şeyi öyrənmək istəyirlər. Yəni özlərini tam bir elm adamı kimi aparırlar da, yəni çox sual verirlər. Amma sonra nə olur? Siniflər artdıqca uşaqların sanki öyrənmək həvəsi, sual vermək həvəsi aşağıya düşməyə başlayır.